Bismillahi ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu kavli. Allahümme inna nes'aluka ilmen nafi'an ve rizqan tayyiben ve amelen muteqabbela. اللهم افتح علينا فتوح العارفين واجعلنا من الذين يتعلمون وينتفعون وينفعون الآخرين ولا تجعلنا من الغافلين والجاهلين آمين يا رب العالمين أما بعد السلام عليكم ورحمة الله وبركاته Aziz Müslüman bacı ve kardeşlerim, Allah'ın izniyle, müvəffəqiyyəti ilə ateistlərin şübhələrinə cavab verməkdə, rədd etməkdə davam edirik. Bundan öncə onların empirizm nəzəriyyəsinə dayanan bir şübhələrinə cavab vermişdim. Ki o şübhə də belədir. Əgər Allahın var olduğunu qəti dəlillərlə sübut etmək mümkün deyilsə, bu o deməkdir ki, Allah yoxdur. Yani metafizik bu nəzəriyyəyə dayanaraq Allahın var olduğunu demək boş bir şeydir. Təbii ki, bunu ateistlər deyir. Bu şübhəyə bundan öncəki dərsimdə təfsilatı ilə Allahın izni rəddiyə verdim. Bundan öncəki dərsdə bu şübhənin yəni təfsilatını dinləmək olar, bilmək olar Allahın izni ilə. Bugünkü ateistlərin yəni digər başqa bir şübhəsi, hansı ki inşallah ona rəddiyə verəcəm, belə bir şübhədir. Sonsuz qüdrət paradokslara səbəb olur. Bu ateistlərin bir şübhəsidir. Şübhə necə ifadə olunur, necə səslənir? Sonsuz qüdrət paradokslara səbəb olur. Təbii ki, bu şübhəyə cavab vermək üçün öncəliklə sonsuzluq mühakiməsi nə deməkdir? Paradoks nə deməkdir? Bunu anlamaq lazımdır. Ondan sonra isə Allahın izni ilə onların bu şübhəsinə həm məntiqi yolla, həm də məsələn şər'i yolla Allahın izni ilə cavab vermək lazımdır. Buna görə də gəlin öncəliklə birlikdə baxaq görək sonsuzluq mühakiməsi nə deməkdir? Paradoks nə deməkdir? Yəni Allahın birlikdə baxaq, başa düşək, anlayaq ki, şübhəni də başa düşə bilək. Sonsuzluq. Məntiq elmində, xüsusən də rəqəmsal məntiq və riyazi məntiqdə sonsuzluq, yəni bitməyən hər hansı bir sonu, sərhədi, hüdudu və ya ölçüsü olmayan prosesləri və ya dəyərləri ifadə edir. Bir daha deyirəm, qeyd edirəm. Məntiq elmində, xüsusən də rəqəmsal məntiq və riyazi məntiqdə sonsuzluq bitməyən hər hansı, yəni bir sonu, sərhədi, hüdudu və ya ölçüsü olmayan prosesləri və ya dəyərləri ifadə edir. Sadə dillə desək, hər kəsin anlaması üçün, heç bir hüdudu, sonu, sərhədi olmayan bir şey. Bu qədər basit, bu qədər asan. Yəni bu sonsuzluğu başa düşmək üçün yəni baş sındırmaq lazımdır. Yəni gedib hər hansı bir elmi əvvəlindən sonuna qədər oxumaq lazımdır ki, bu sonsuzluq nə olan şeydir, nə başa düşülməlidir. Ateist bunu deyərkən nəyi qəsd eləyir, mən nə başa düşməliyəm? Çətin bir şey deyil Allahın izni ilə. Sadə bir dillə desək,
heç bir hüdudu, sonu, sərhədi olmayan bir şey. Yəni rəqəmlərin sonu olmadığı kimi. Nə qədər də məsələn saysan, sayacaqsan bitmək bilmir yəni. Ateist e, bu belə bir mühakimə, sonsuzluq mühakiməsinə dayanaraq belə bir şey deyir. İddia irəli sürür. Əgər Allah sonsuz qüdrət sahibidirsə, əgər Allah sonsuz qüdrət sahibidirsə, güclüdürsə, özündən böyük bir daş, özündən ağır, yəni qaldıra bilməyəcəyi özündən böyük bir daş, ağır bir daş yarada bilərmi? Suala baxın ha. Ateistlərin bu sonsuzluq mühakiməsinə buna dayanarak dediklərinə baxın. Deyirlər ki, əgər Allah sonsuz qüdrət sahibidirsə, yəni həddi hüdudu yoxdursa onun qüdrətinin, gücünün, o zaman özünün qaldıra bilməyəcəyi özündən daha büyük bir daş, daha ağır bir daş yarada bilərmi? Yoxsa bu bir paradokstur yani. Yoksa bu bir paradoks yaradır. Şimdi Allah'ın izniyle bunu da başa düşmək için tabii ki paradoksun ne olduğunu başa düşmək lazımdır. Sonsuzluğun ne olduğunu anladık. Şimdi ise paradoks anlamak lazımdır. Ama bu yere özellikle dikkat etmenizi istəyirəm. Onların dediği nedir? Ateistlerin dediği nedir? Eğer Allah sonsuz qüdrət sahibidirsə, onun qüdrətinin, gücünün həddi, hüdudu yoxdursa, o zaman bu Allah özünün də qaldıra bilməyəcəyi, özündən daha böyük, daha ağır bir daş yarada bilərmi? Və yaxud da onların belə bir gene də sualları var. Özü kimi bir ilah yarada bilərmi? İkinci bir, yəni əgər demək olarsa onların dili ilə deyirəm. Allah yarada bilərmi? Bir çox şeylər deyirlər, amma hələlik bunun üzərində duraq Allahın izni ilə. Yoxsa ki bu bir paradoksdur. Yoxsa ki yəni Allah Azze ve Celle yani paradoksun tabii ki az önce qeyd etdiyim kimi paradoksu anlasaq bunu da anlayacaq. Paradoks ne deməkdir? Yəni yoxsa ki bu bir paradoksa aparıb götürüb çıxardır. Ona göre ilk önce gəlin paradoksun ne olduğunu başa düşək, ondan sonra Allah'ın izniyle onların da şübhələrine cavab verir. Paradoksun elmi dildə ən basit, asan tərifi öz-özü ilə məntiqi ziddiyyət təşkil edən, doğru kimi başlayan, amma yanlış nəticə verən ya da yanlış kimi başlayan, amma doğru nəticə verən fikir və yaxud mühakimədir. Və onu da qeyd edim ki, bir daha qeyd edirəm, tərifi bir daha qeyd edirəm. Öz-özü ilə məntiqi ziddiyyət təşkil edən, doğru kimi başlayan, amma yanlış nəticə verən və yaxud da yanlış kimi başlayıb, doğru nəticə verən fikir və yaxud da bir mühakimədir. Onu da nəzərinizə çatdırım ki, ateistlərin, yəni müsəlmanlara qarşı istifadə etdikləri bir çox paradoks növləri var. İnşallah zikr edəcəm mən bunları. Məqsəd bu paradokslardan nədir? Allah, yəni Allah anlayışının, yəni Allahın var olma anlayışının məntiqlə ziddiyyət təşkil etdiyini sübut eləməkdir. Yəni Allahın olmadığını ortaya qoymaqdır ki, Allah yoxdur. Məqsəd ateistlərin gətirdikləri paradokslardan nədir? Allahın var olmadığını sübut etməkdir. Paradoksun az önce qeyd etdiyim paradoks üçün qeyd etdiyim tərifi bir nümunə üzərindən inşallah anlamaya çalışaq.
İki ateistin e, irəli sürdüyü o şübhəni kökündən yəni yerlə bir edə bilək. Ancaq da mən bunu daha asan, basit dildə açıqlamaya çalışıram ki, dinləyicilər e, ateistin gətirdiyi şübhə ilə nə demək istədiyini anlaya bilsinlər ki, ona veriləcək doğru cavabı da anlaya bilsinlər. Məsələn, belə bir paradoks var, yalancı paradoksu adlanır. Bir nəfər deyir ki, bütün Yunanlar yalancıdır. Yəni həmişə yalan danışırlar. Bunu deyən adamın özü də Yunandır. Yəni Yunandır yəni, Yunanistanlıdır. Əgər onun dediyi, yəni bu Yunanın dediyi ki, bütün Yunanlar yalancıdır bu cümlə, bütün Yunanlar yalancıdır cümləsi. Əgər bu cümlə doğrudursa, yəni doğrudursa, o demək ki, bütün Yunanlar yəni həqiqətən yalancıdır. Onda özü də Yunan olduğu üçün yalancı olmalıdır. Yani çünkü o diyor ki bütün Yunanlar yalancıdır. Eğer onun dediği doğrudursa o zaman bütün Yunanlar yalancıdır. Bu adamın özü de Yunan olduğu için yalancı olmalıdır. Ama doğru değil. Bu bir ziddiyettir. Yani bu adam Yunan olduğu halda deyir ki bütün Yunanlar yalancıdır. Ve bu adamın dediği doğrudursa demek ki hakikaten bütün Yunanlar yalancıdır. Bunun özünden başka. Bunun özünden başka. Bu da yalancı olmalıydı. Çünkü bu da yani Yunandır. Ama doğru değil. Biz onun dediği bu cümleni doğru sayırıqsa, demek bütün Yunanlar yalancıdır. Bu ise doğru değil. Artık ziddiyet var. Artık ziddiyet var. Yok eğer bu adamın dediği bu cümle ki bütün Yunanlar yalancıdır bu cümle yalandırsa deməli bütün Yunanlar yani yalancıdır ifadesi de yalandır. Yalandır, doğru değil. Demek ki onlar doğru danışırlar. Onda en azı bir Yunan var ki yalancı değil. Yani doğru danışır. Lakin bu Yunanda fərq eləməz. İstər bu adam olsun, istər bir başqası olsun. Demək ki doğru danışır. Bu da bir ziddiyyətdir. Bu yalancı paradoksunu daha basit bir dildə açıqlayım. Mən Yunanam və mən Yunan olduğum halda deyirəm ki, bütün Yunanlar yalancıdır. İndi əgər mən doğru deyirəmsə, doğru danışıramsa, mənim dediyim bu cümlə doğrudursa, o zaman bütün Yunanlar həqiqətən yalancıdır. Mən isə doğru danışanam. Halbuki mən də yalancı olmalıydım. Çünki mən də Yunanam. Bu artıq bir ziddiyyətdir. Yox, əgər mən Yunan olduğum halda mənim dediyim bu cümlə bütün Yunanlar yalancıdır. Bu ifadə yalandırsa, yalan hesab olunarsa, o zaman bu ifadə də yalandır, bu cümlə də yalandır. O zaman bütün Yunanlar yani doğru danışır, yalancı değiller. En azından ben yalancıyam. Ben yalancıyam. Yani benim dışında, məndən başka yerde kalan bütün Yunanlar doğru danışırlar. Mən isə
yalan danışıram. Bu da bir ziddiyyətdir. Halbuki mən də onların hökmündə olmalıydım. Hər iki halda məntiqi qapalı yəni döngə yaranır. Əgər mənim dediyim cümlə doğru hesab olunursa, mən yalancıyam. Yox, əgər mənim dediyim cümlə yalan hesab olunursa, mən doğru danışıram. Bütün məsələ budur. Ona görə bu səbəbdən bu paradoks yalancı paradoks adlanır. Yəni məntiqin yəni öz-özünə zidd düşdüyü bir ifadədir. Daha bir sadə bir misal çəksək, belə bir misal qeyd eləmək olar. Bir nəfər deyir ki, mən yalan danışıram özü haqqında. Əgər bu doğrudursa, deməli o yalan danışır. Həmən bu adam yalan danışır. Amma doğru dedi, yalan danışmamış olur. Əgər bu adam deyəndə ki, mən yalan danışıram, özü haqqında deyəndə ki, mən yalan danışıram, bu ifadə, bu cümlə yalandırsa, deməli o yalan danışmır. Yalan danışmır. Yəni doğru danışır. Amma mən yalan danışıram ifadəsi yalan idi. Deməli o doğru danışaraq mən yalan danışıram dedi. Bu da yalandır. Bu vəziyyətdə hər iki halda ziddiyyət var. Buna paradoks deyilir. Paradoks deyilir. Ona görə paradoksun tərifini qeyd edərkən nə dedim? Dedim ki, paradoks öz-özü ilə məntiqi ziddiyyət təşkil edən, doğru kimi başlayan amma yanlış nəticə verən ya da yanlış kimi başlayan amma doğru nəticə verən fikir və yaxud bir mühakimədir. Artıq bu tərifi və bu tərifə dair olan misalları qeyd etdikdən sonra ateistlərin bu barədə olan şübhələrinə baxıb Allahın izni ilə rəddiyə vermək olar. Artıq biz sonsuzluğun nə demək olduğunu anlayandan sonra və eyni zamanda paradoksun da nə demək olduğunu anlayandan sonra təbii ki misallarla ateistin bir daha iddiasına baxaraq şübhəsinin nədən ibarət olduğunu anlaya bilərik. Ateist sonsuzluq mühakiməsinə dayanaraq belə deyir. Əgər Allah sonsuz güclüdürsə, yəni Allahın qüdrətinin həddi hüdudu yoxdursa, özündən böyük bir daş yaxud da özündən ağır bir daş yaradıb onu qaldıra bilərmi və yaxud da yarada bilərmi ümumiyyətlə? Yəni fərq etməz, yəni özündən böyük bir daş yaxud da özündən ağır bir daş yarada bilərmi? Cümlə bu şəkildə tamamlansın. Yaxud da ki, əgər Allah sonsuz güc qüvvət sahibidirsə, o zaman özündən böyük bir daş və yaxud da ağır bir daş qaldırıb, yaradıb onu qaldıra bilərmi? Yoxsa ki bu bir paradoks yaradır. Yoxsa bu paradoksa gedir. Yəni yoxsa ki burada bir ziddiyyət var. Yarada bilməz. Belə bir sual verirlər. Yəni şübhə sayılacaq boş bir iddia, yəni əslində içi boş olan, sadəcə sırf şübhədən ibarət olan insanları azdırmaq üçün təbii ki, belə bir iddia irəli sürürlər, ortaya belə bir şübhə atırlar. Sonsuzluq mühakiməsinə dayanaraq. İndi baxaq görək, paradoks mühakiməsinə dayanaraq nə deyirlər ateistlər? Və ateistlər paradoks mühakiməsinə gəldikdə deyirlər ki, toyuq yumurta isə toyuqdan yaranır. Bu prinsip
məntiqi olaraq ilk başlanğıc nöqtənin tapılmasını qeyri-mümkün edir. Yəni bilə bilmirik ki, toyuq yumurtadan yəni əmələ gəlib, yoxsa yumurta toyuqdan. Ateist böyle bir muhakeme ortaya atarak deyir ki, o zaman sonsuz güc paradokslara getirip çıxarır, ziddiyatlara. Belə bir güc ola bilməz. Yəni qüdrətli bir Allah ola bilməz. Tabii ki bu toyuq ve yumurta paradoksuna inşallah mən e, dersin sonunda inşallah bir daha toxunacağım Allah'ın izniyle. Ama indi isə Allah'ın izniyle ateistin bu barədə sonsuzluq və paradoks mühakimələrində bu iki mühakiməyə dayanaraq Allahı var olmadığını, qüdrətli olmadığını şübhəsinə rəddiyə verək. Dərs də bitmədən öncə inşallah toyuq və yumurta paradoksuna bir daha toxunacağım Allah'ın izniyle. Ateistlerin şüphesi belədir. Sonsuz qüdrət, güc, qüdrət paradoksları getirip çıxardır. Və bu şübhəni getirərkən daş paradoksunu ortaya qoyurlar. Daş paradoksunu. Adətən belə sual olunur. Allah özündən də ağır, özündən də böyük bir daş yaradıb, sonra ona qaldıra bilərmi? Suala diqqət edin. Allah özündən də ağır, özündən də böyük daş yaradıb, sonra onu qaldıra bilərmi, yaxud da qaldırmağa gücü çatarmı? Əgər qarşı tərəf desə ki, bəli, yarada bilər, yəni əslində sual, bəziləri sualı belə qoyurlar. Allah özündən də ağır, özündən də böyük bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın? Belə bir qeyd qoyurlar. Onu qaldırmağa gücü çatmasın. Əgər qarşı tərəf desə ki, bəli, yarada bilər, onda elə bir daş var ki, Allah onu, onların dediyinə görə, Allah onu yəni yarada bilər, özündən də ağır olsa, özündən də böyük olsa, lakin qaldıra bilməz. Demək ki, Allah hər şeyə qadir deyil. Həşə. Çünkü o daşı qaldıra bilmir. Bu ateistlerin düşüncəsidir, sapıq düşüncəsidir. Sualı bu şekilde qoyurlar, şübhəni. Allah o qədər, yəni özündən də ağır, özündən də böyük bir daş yarada bilərmi ki, onu qaldırmağa gücü çatmasın? Əgər bir qarşı tərəf bu ateisti dinleyen, onunla münazirə aparan desə ki, bəli, yarada bilər, o zaman ateist ona deyəcək ki, o zaman elə bir daş var ki, o Allah'tan ağırdır, Allah'tan büyüktür, Allah onu yaradı ve sonra da onu qaldıra bilmir. Demek ki, qaldırmaq bilmirsə, onda Allah her şeye qadir değil. Çünkü o daşı qaldıra bilmədi. Yox, əgər qarşı tərəf, ateistlə danışan, münazirə edən tərəf desə ki, yox, yarada bilməz belə bir daşı, onda ateist ona deyir ki, Allah o daşı yaratmağa deməli qadir deyil. Yəni əgər yarada bilmirsə, deməli yaratmağa qadir deyil. Demək ki, Allah hər şey qadir deyil. Və ateist belə bir nəticəyə gəlir ki, deməli bu mütləq qüdrətin qeyri-mümkünlüyünü sübut edir. Bu ateistin fikridir. Onun düşüncəsidir. Ateist ortaya qoyduğu bu sualdan və aldığı cavabdan böyle bir nəticəyə gəlir ki, aldığı cavaba görə, yəni qarşı tərəf istəyir desin, bəli, yarada bilər, istəyir desin, xeyr, yarada bilməz.
Hər iki cavaba dayanaraq ateist nə deyir? Deyir ki, bu cavaba görə e, Allah mütləq qüdrət sahibi deyil. Allahda Allah yəni mütləq şəkildə Allah azəcəli qüdrət güc sahibi deyil. Amma yəni ateistin məntiqində, düşüncəsində, təhlilində çox böyük bir səhv var. İnşallah Allahın izni ilə irəlidə yavaş-yavaş mən bunu açıqlayacağam. Ateistin bizə şübhə olaraq gətirdiyi bu daş paradoksu şübhəsində daxilən böyük bir ziddiyyət var. Yəni ateistin gətirdiyi bu şübhə öz daxilində, öz içində böyük bir ziddiyyət daşıyır. Ateistin Allah qaldıra bilməyəcəyi özündən ağır və yaxud özündən böyük bir daş yarada bilərmi sualı, ateistin verdiyi bu sual Allahın qaldıra bilməyəcəyi daş anlayışını fərz edir. Yəni elə bir daş var ki, deməli onu Allah qaldıra bilməz. Bu ateistin bu sualı bu mənaya gəlir. Halbuki Allahın mütləq qüdrətli olduğu qəbul edilirsə, ki qəbul edilir müsəlmanlar tərəfindən, o zaman Allahın qaldıra bilməyəcəyi şey, bu hissə Allahın qaldıra bilməyəcəyi daş anlayışı özü ilə ziddiyyət təşkil edir. Eynilə dairəvi, Allah dairəvi kvadrat yarada bilərmi? Məsələn, yaxud da dairəvi kvadrat ola bilərmi? Və yaxud da evli subay ola bilərmi? Yəni, zaten bu ifadənin içində, tərkibində bir ziddiyyət var. Dairəvi kvadrat. Kvadrat olan bir şey dairəvi necə ola bilər ki? Dairəvi olan bir şey kvadrat necə ola bilər ki? Evli olan bir kəs subay necə ola bilər ki? Subay olan bir kəs evli necə ola bilər ki? Ziddiyyət. Necə ki bu dairəvi kvadrat ifadəsində, evli subay ifadəsində ziddiyyət varsa, o zaman mən sual qoyarkən ki, Allah qaldıra bilməyəcəyi özündən ağır və özündən böyük bir daş yarada bilərmi? Yəni əslində burada bir ziddiyyət yoxdur. Əslində burada bir neçə ziddiyyət var. Birinci ziddiyyət ona ibarətdir ki, mən deyirəm Allah qaldıra bilməyəcəyi bir şey. Mən Allah üçün deyirəmsə Allah hər şeyə qadirdir. O zaman mən necə deyə bilərəm ki, Allah qaldıra bilməyəcəyi bir daş nəsə. İkinci ziddiyyət odur ki, mən deyirəm ki, özündən böyük və özündən daha axır. Bunların hamısını Allahın izni ilə yavaş-yavaş gələcək inşallah. Allah hər şeyə qadirdir dedikdə hər şey hissəsi İnnəllaha alə kulli şeyin qadir. Biz dedikdə ki, Allah hər şeyə qadirdir. Alə kulli şeyin, ərəbcə şeyin. Allah hər şeyə qadirdir dedikdə, hər şey məntiqi cəhətdən mümkün olan şeyləri içinə alır. Allah hər şeyə qadirdir dedikdə, bura mümkün olan şeylər daxil olur. Məntiqi cəhətdən qeyri-mümkün olan, həqiqətdə var olmayan, batil olan şeylər daxil olmur. Ümumiyyətlə, yəni məntiqi cəhətdən qeyri-mümkün olan şeylər şey sayılmır. Bunlar sadəcə söz oyunudur. Söz oyunundan başqa bir şey deyil. Bu paradoks, daş paradoksu və bunun kimi digər paradokslar, hansılar ki, inşallah Allah nəsib etsə ayrıca dərslər hazırlayacağım. Bu
Bu paradokslar, bu kimi paradokslar səhv qurulmuş suallar üzerine olan paradokslardır. Allah özündən böyük daş yarada bilərmi? Yaxud da Allah qaldıra bilməyəcəyi özündən ağır və özündən böyük bir daş yarada bilərmi? Sualı özü-özünə məntiqsiz bir sualdır. Çünki Allahın yarada bilməyəcəyi daş anlayışı Allahın sonsuz qüdrətinə ziddir. Ziddir. Yaxud da Allah özündən böyük bir, özündən ağır bir daş, qaldıra bilməyəcək bir daş yarada bilərmi? Bu da Allahın sonsuz qüdrətinə, zatına zidd olan bir şeydir. Ki bu suala baxanda nə anlaşılır? O anlaşılır ki sanki en büyük olan Allah değil, Allah'tan da daha büyük olan bir daş var. Daha ağır olan bir daş var. Bu hamısı Allah'ın qüdrətinə, zatına, sifətlərinə zid olan suallardır. Muhakimədir, muhakimələrdir. Yanlış koyulmuş suallardır. Yani bu yani mentik gayri mümkün şeyleri talep ettikte mentik gayri kudret onlara şamil edilmir. Allah'ın kudreti gayri mümkün olan şeylere şamil edilmir. Mümkün değil böyle bir şey. Kudret Allah'ın kudreti sadece ve sadece mümkün olan şeyleri içine alır. Bunu biz çok yaxşı başa düşməliyik, anlamalıyıq. Yani eğer sual verilse ki Allah her hansısa bir dağı her hansısa bir dağ yarada bilər mi? Cavab o olar ki, bəli, yarada bilər. Allah'ın qüdrəti daxilindədir. Ama sual verilse ki Allah özünden büyük bir neyse, ister bu dağ olsun, ister ne olsun, neyse bir şey yaradabilir mi? Diyor ki bu sual yanlış bir sualdır. Bu sualın harici alemde hakikati yoktu, onu da bilmez. Esla ve esla. Allah ile müqayisədə hiç olabilmez. Zaten Allah ile müqayisə olunabilmez. Leysə ki mitlihi şey. Ona benzer hiçbir şey yoktur. Yani eğer biz Allah'tan danışırıqsa ve en büyükte olan Allah'tırsa ki Allah'tır, Allah'tan da büyük hiçbir şey olabilmez. O zaman verilen bu sual özü özlüğünde yanlış ve batil bir sualdır. Çünkü bu sualın harici alemde hakikati yoktu, onu da bilmez. Bitti. Çünkü eğer biz desek ki Allah özünden büyük bir daş yaradabilir, ona belə bir cevap versek artık burada Allah denen bir varlık olmaz ki. Ki bu da Allah'ın varlığına, zatına ve sifətlərinə zid bir şeydir. Böyle bir şey mümkün değil. Ne için mümkün değil? Çünkü böyle bir şey asla ve asla mümkün olabilmez. Harici alemde Allah'tan büyük neyse olabilmez. Hiçbir şey olabilmez. Ne olmayıp ne de olabilmez. Böyle bir şey aslen təsəvvür edilebilmez. Bu sadece söz oyunudur ki insanların ağlarını karıştırmak için, insanları azdırmak için paradoks olarak koyulan söz oyunlarıdır. Yanlış olan söz oyunlarıdır. Allah qaldıra bilməyəcəyi neyse yaradabilir mi? Bu da səhv sualdır. Harici alemde bunun bir həqiqəti reallığı yoktur. Ona da bilmez. Söhbət Allah'tan gedir. Yani Allah'tan büyük bu alemde yaxud da hər hansı bir alemde Allah'tan
neyinsə Allah'tan daha büyük, neyinsə mövcud olmasına inanmaq, düşünmək, fərziyyəsini irəli sürmək, yaxud da Allahın qaldıra bilməyəcəyi bir şeyin olması fərziyyəsini irəli sürmək özü absurd bir şeydir yəni. Ona göre suallar yanlış olduğu için ve bu şeylerin de harici alemde hiçbir şekilde hakikati olmadığı için ve kıyamet gününe kadar da hiçbir şekilde ne bu dünyada ne bu dünyada hakikati olabilmeyeceği için böyle bir sual vermek de yanlış bir sualdı ve Allah'ın kudreti böyle şeylerle bağlı değil. Zaten Allah özünden daha büyük bir neyse yaratsa yani böyle bir şey mümkün değil. O zaman Allah diyebilen bir şey kalmaz ki. Yani böyle bir absürt bir yani şüphe ortaya atılarak ateistler tarafından bu şekilde yani her hansı bir şekilde Allah'ın ölçülmesi yahut da mukayese edilmesi özü absürt bir şeydir. Özü absürt, özü özlüğünde absürt bir şeydir. Çünkü Allah hiçbir şekilde hiç kesle ve hiçbir şeyle ölçülebilmez ve mukayese edilebilmez. Bu mümkün olan bir şey değil. Yok, eğer burada sadece söz oyunu nezarda tutulursa söz oyunu, o zaman sonsuz büyük bir varlıktan daha büyük bir şeyin olması yani böyle bir iddia etmek özürlüğünde ziddiye teşkil edir. Bir daha deyirəm, eğer bu sadece söz oyunundan ibaret bir oyundursa, batil bir şeydirse insanları azdırmak için, o zaman sonsuz büyük bir varlıktan ki o da Allah'tır, sonsuz büyük. Yani ondan büyük hiçbir kes olabilmez. Sonsuz büyük bir varlıktan daha büyük bir şeyin olmasını iddia etmek, böyle bir iddia, şüphe, ferziye ileri sürmek özlüğünde ziddiyet teşkil eden bir muhakemedir, bir fikirdi. Yanlış bir şeydi. Batıl bir şeydi. Bu bu paradokslar mütlak güdrette yani Allah'ın mütlak güdretine hiçbir nüksan ayıp getirmir. Bu paradokslar, ateistlerin getirdiği bu paradokslar yani mütlak güdrette bir acizlik yüze çıkartmır. Subut etmir ki Allah aslında mütlak güdret sahibi değil. Allah estağfurullah acizdir. Sıla. Aksine ateistlerin getirdikleri bu paradokslar dilin səhv işledilmesine yani üzə çağırır. Ortaya yanlış bir sualın koyulduğunu, kökünden yanlış olan bir sualın olduğunu ortaya çıkarır. Mentiki cəhətdən qeyri-mümkün olan şeyleri talep eden sual mentiki cəhətdən qeyri-mümkün olan şeyleri talep eden sual hansı suala benzeyir? Bu suala benzeyir. Allah hem bir şeyi edip hem yani aynı anda etmediği bir iş görebilir mi? Bakın bu suala benzeyir. Yani ateistlerin getirdiği şüphe olarak getirdikleri bütün paradokslar hansı suala benzeyir? Bu suala benzeyir. Allah hem bir şeyi edip hem de aynı anda etmediği bir iş görebilir mi? Yani aynı anda hem onu etmiş olsa hem de etmemiş olsa. Böyle bir şey olabilir mi? Böyle bir şey Allah edebilir mi? Yani ateistlerin getirdikleri paradokslar buna benziyor. Bu suala benziyor. Allah aynı anda bir şeyi hem edip hem etmeyebilir. Cevap hayır. Bu Allah. Hayır. Böyle bir şey mümkün değil. Hem etsin hem etmesin. Ama bu eğer hayır değilse
bu ona göre diyor ki Allah acizdir. Allah'ın aciz olduğuna göre değil. Böyle bir şeyin ne varlığı ne de manası olmadığı için ona göredir. Yani böyle bir şey aslında mümkün olabilmez. Böyle bir şey asla ve asla mümkün olabilmez. Aynı anda Allah Azze ve Celle hem bir şey etsin hem de etmesin. Böyle bir şey mümkün değil ve böyle bir şeyin manası yoktur. Yani bu boş bir sualdır, boş bir iddiadır, esaslandırılabilmez. Ve Allah Azze ve Celle de yani Allah'ın zatına, sıfatlarına her hansı bir yönden zıt olan bir şeyleri Allah yani böyle şeyler yaratması mümkün değil. O zaman Allah'ın iddiası yani Allah diyen bir şey kalmaz. Qəti şekilde sonsuz kudret sahibi olan yani Allah kalmaz, olmaz. Böyle bir şey mümkün değil. Allah Azze ve Celle Bekare suresinin 20. ayetinde böyle buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnallâhe ala kulli şeyin kadir. Bekare suresinin 20. ayetinde Allah buyurur ki hiç şüphesiz ki Allah her şeye kadirdir. Allahu Ekber. Hiç şüphesiz ki Allah her şeye kadirdir. Ərəbcə şey sözü, hansı ki bu ayədə keçir. Lüğəvi ve şer'i yani yönden götürsək, yani gayrimümkünleri yani mentıqi yönden baş vermesi mümkün olmayan harici alemde olmaları mümkün olmayan ve olmayacak o şeyleri yani bu kimi şeyleri əhatə eləmir. Bu ayette geçen şey sözü onlara ait değil. Yani onlar için şey değildir. Bakmayarak ki ben öz ifademde işledirəm ki beni dinleyenler anlasınlar. Benim o şeyler için şey demem o demeyi diyor ki İslam da onlara şey sayır. Yani bir şey mentıki yönden baş vermesi harici alemde mümkün değilse gayrimümkündürse ve hiç vaxt baş verebilmezse bu şey adlandırılmır. Ne lügat yönünden şey adlandırılmır ne de şeriat yönünden şey adlandırılır. Demek ki Allah yani demek ki bu şey bunların hakikatte harici alemde bunların hakikati olabilmez. Olmayıp ve olabilmez. Çünkü mentıki yönden bu şeyler baş verebilmez. O zaman ayette geçen şeye dahil değil bunlar. Hansı ki onlar baş verebilmezler. Ne harici alemde ne de böyle. Ayetteki şey sözü ancak ve ancak baş vermesi mümkün olan şeylere aittir. Ve Allah Azze ve Celle bu ayette diyor ki inne sözünü istifadedir. İnne hemen bu cümlenin manasını güçlendirir. Ki ağıllarda hiç kesin ağlında hiçbir zerre kadar da şüphe kalmasın ki kalmamalıdır ki Allah her şeye kadirdir. Lakin ateistlerin getirdikleri o paradoks sadece söz oyunundan bakil bir başka şeyden başka bir şey değildir. Yine de Allah Azze ve Celle Fatih Suresinin 44. ayetinde böyle buyurur. وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ Göylerde
ve yerde hiçbir şey Allah'a aciz koyabilmez. Allahu Ekber. Kur'an-ı Kerim'de Fatır suresinin 44. ayeti. وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ. Göylerde ve yerde hiçbir şey, öyle bir şey yoktur ki Allah aciz bıraksın. Bir şey etmek istedikte. Öyle bir şey. Yani ama ateistlerin de e, boş bir iddia olarak ileri sürdükleri o şeyler sadece boş bir iddiadan başka bir şey değil. Çünkü onların hakikati olabilmez bu alemde. Hiçbir, ne bu alemde ne de başka alemlerde. Hakikati yoktursa, bu şeyler batıl bir şeydirse, o zaman hakikati olmayan bir şey Allah'ın bizi aziz bırakabilir ki. Yani mevcut olan, mümkün olan şeylerden hiçbiri Allah'ı aciz koyabilmez. Ama gayrim mümkünlere geldikte ki baş verebilmez. Ne için mesela? Allah'ın özne bir şerik yaratması. Şerik yaratması yani başka bir ilah yaratması yahut da Allah'ın estağfurullah özünden büyük bir taş, özünden ağır bir taş yahut da kaldırabilmeyeceği bir taş ya da bir başka şey yaratması vesaire ve ilahı. Bunlar hamısı batıl şeylerdi. Baş vermesi mümkün olmayan şeylerdi ve bunlar Ərəb, Ərəb dilinin lüğətinə görə və eyni zamanda da şəri dilə görə, şəriyyətə görə şey adlandırılmırlar. O zaman ateistlər belə bir şübhəni ortaya necə ata bilərlər? Necə deyə bilərlər ki, Allah özündən böyük bir daş və yaxud da ağır bir daş, yaxud da qaldıra bilməyəcəyi böyük və yaxud da ağır bir daş qaldıra bilərmi? Yaxud da Allah Azza və Cəllə başqa bir ilah yarada bilərmi? Bu suallar özleri özlüğünde ziddiyet, Allah'ın zatıyla, sıfatleriyle ziddiyet teşkil eden suallardı. Başka sözle desek, gayri mümkün olan şeylerin, yani ne demekti gayri mümkün olan şeylerin, yani baş vermesi gayri mümkün olan şeylerin, mentiki yönden ağıl yönünden, ağıl itibarıyla baş vermesi hem ağıl hem hakikat mentık yönden baş vermesi mümkün olmayan şeyler Allah'ın güdret dairesine dahil değil. Allah'ın güdret dairesine dahil değil. Ona göre yok ki Allah neyse yaratmaktan acizdi. Estağfurullah. Haşa. Esla. Aksine ona göre ki bu kimi gayri mümkün yani baş vermesi gayri mümkün olan şeyler ya ümumiyetle yoktur, hiç vaxt olmayıp ve ne bu dünyada ne de o bir dünyada olabilmez asla ve asla. Bir, ikincisi de ya da bu kimi şeyler özlüklerinde ziddiyet teşkil edirler. Vesselam. Vesselam. Başka bir sözde söhbette olabilmez. Daş paradoksu ve daş paradoks kimi diğer ateistlerin getirdikleri diğer paradokslar dile ait oyunlar yani söz oyunları Allah'ın mütlak güdreti için yani real bir problem teşkil etmirlər yani yaratmırlar. Çünkü yani onlar yani paradokslar mentiki ziddiyet yani her şey kadir olan bir varlıktan aynı zamanda onun edebilmeyeceği bir şeyi talep etmeyi soruşurlar. İsteyirler. Talep edirlər. Yani her şeye kadir olan Allah'tan aynı zamanda onun edebilmeyeceği bir şeyi talep edirlər. Etmeyeceği ona göre yok ki kadir değil acizi. Ona göre ki o şeylerin baş vermesi mümkün değil. Yaxud da onlar özlerine ziddiyet teşkil edirlər.
Bu ziddiyet yani mentiki gayrimümkün şeyin hakiki bir şey olmadığını söylemekle hallolunur. Yani bu şey eğer gayrimümkündürse o zaman yani bu şey e, hakikaten hiçbir şey değil. Yani bu şey hakikaten şey bile o değil. Şey bile sayılmır. Şey bile adlanmır. Eğer gayrimümkündürse, baş verilmirsə, verməyibsə, verə bilmirsə və verə bilməzsə ki, belə şeylərdə heç vaxt baş verməyib və verməz də. Verə də bilməz. Ona göre bu ziddiyet yani gene de geri edirəm. Mentiki gayrimümkün şeyin hakikaten şey olmadığını söylemekle hallolunur. Yani bu paradokslar neye benzeyir? Yani bu paradokslar ele bir sualdır ki yani ele bir suala benzeyir ki sanki mesela soruşursan ki Allah ele bir şey edebilir mi ki? O yani Allah bir şey yani bir şeye kadir olmasın. Sola bakın. Allah elə bir şey edə mi ki, o yani Allah'ın özü bir şeye kadir olmasın? Bu sual Allah'ın her şeye kadir olduğunu ferz edir. Aynı zamanda onun bir şeye kadir olmadığını talep edir. Bu açık aşikar yani ziddiyettir. Yani şer'i ve ağlı yönden cevap budur ki yani bu kudrette yani bir nöksan değil. Yani onların bu cür paradoksları şübhə olaraq gətirmələri əslində Allahın qüdrətində nöqsan deyil. Məna və məntiqin hüdudlarını yəni tanımaqdır. Son olarak da bir daha qeyd etmək istəyirəm ki, Allahın qüdrəti yalnız ağla mümkün görünən şeylərə aiddir. Mümkün olmayan, baş vermesi mümkün olmayan şeylere ait değil. Mentiki cəhətdən qeyri-mümkün olan, özüyle ziddiyet teşkil eden şeyler umumiyetle şey adlandırılmır. Şey değil. Boş bir söz oyunudur. Vesselam. Buna göre de Allah kaldırabilmeyeceği daş yaratabilir mi? Sualı düzgün sual değil. Əsla və əsla düzgün sual deyil. Yəni nəticə olaraq, nəticə itibarilə bu paradokslar Allahın qüdrətini heç bir zərər vurmur. Hiçbir şekilde Allah'ın var olmadığını sübuta getirmir. Çünkü bu paradokslar, bu kimi şüpheler sadece ve sadece mentik hatasına esaslanır. Vesselam. Ve yine de Allah Azze ve Celle Yasin suresinin 82. ayetinde böyle buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnemâ emruhu izâ erâde şey'en en yekûle lehu kun feyekûn. Yasin suresinin 82. ayetinde Allah böyle buyurur. Allah bir şeyi yaratmak istediği zaman ya bir şeyi Allah Azze ve Celle yaratmak istediği zaman inneme emruhu izâ erâde şey'en ne kifayet eləyir? En yekûle lehu kun feyekûn. Ona ol demesi kifayet edir ki feyekûn o da derhal olur. O da derhal olur veyahut o da derhal olar. Bu kifayet eləyir. Başka bir şey lazım değil. O başka cür de olabilmez. İnneme burada hasr içindir. Yani
Allah eğer bir şeyin olmasını, baş vermesini, yaradılmasını istəyərsə, kifayət edir ki, hemen o şey için ol desin, kun, hemen o şey dərhal olacaq. Ve bu şey mümkün olan şeylerle, öz-özlüyündə ziddiyyət təşkil eden şeylerle, həqiqətən baş vermesi mümkün olmayan şey sayılmayacaq. Hemen o şeylerle şeyler ait değil. Tabii ki ben buradan ateistlerle danışan, onlara din barəsində sual verən, onlara etibar edib nəsə Kur'an və hədislər barəsində, ümumiyyətlə şəriət barəsində bir şeyler soruşan insanlara buradan onu demək istəyirəm ki, bu kimi insanlara etibar etmək olmaz. Əsla və əsla. Onlar Allah, yani bir insan eğer Allah'ı inkar edirsə, bir insan eğer deyirsə ki, bu kainat öz-özünə yaranıb və yaxud da eğer bir ateist deyirsə ki, insanı Allah yaratmayıb vesaire de ilaxır, yanlış fərziyyələr, muhakemeler ileri sürülürse, deli insanlara etibar edip ümumiyyətlə din barəsində onlarla necə söhbət eləmiyorlar, danışmıyorlar. Aziz Müslümanlar, dersi bitirmeden önce gelin birlikte toyuq ve yumurta paradoksuyla bağlı bir şeye baxaq. Ondan sonra ise Allah'ın izniyle dersi yekunlaştıra bilərik. Bismillah. Axır ki alimlər bu sualın cavabını tapdı. Bilirsinizmi, söhbət hansı sualdan gedir? Dünyada toyuq mu öncə dünyaya gəlib, yoxsa yumurta mı? Yaponiyalı alimlər 4 il bunu araşdırıblar. Adamlar işlərini, güclərini atıb, məhz bu sual üzərində baş sındırıblar. Araşdırma sonrası məlum olub ki, yumurtadan öncə dünyaya gələn toyuq olub. Çünki yumurtanın tərkibində olan o sarı hissəsini ancaq toyuq dünyaya gətirə bilər. Alimlərin gəldiyi qənaət ondan ibarətdir ki, toyuq öncə dünyaya gəlib, daha sonra isə yumurta. Aziz Müslümanlar, gördüğünüz ve eşittiğiniz kimi az önce artık bilirsiniz ki ve hamılıkla bilirik ki yumurta ve toyuq paradoksun sualı cevaplanıb ve alimler tarafından ispat olunub ki önce yumurta olabilmez. Bu yumurtanın olması için önce gerek toyuq olsun. O da neye bağlı? Yumurtanın içindeki sarıya. Allahu Ekber. Küçük bir yumurta. Küçük bir yumurta içindeki sarıya göre mümkün değil ki toyuğdan önce olsun. Önce toyuğun olması lazımdır ki bu yumurta da içindeki sarıyla birlikte var olsun. Yaxşı. Bu eğer belədirsə, küçük bir yumurta hakkında biz bu cür düşünürüksə ve bunu bu cür qəbul ediriksə elmi bir şekilde, necə ola bilər ki bu boyda kainat dənizi ilə, çayı ilə, okyanı ilə, dağları ilə, daşları ilə, galaktikaları ilə, ulduzları ilə, güneşi ilə, ayı ilə, yani subhanallah, kainatta yaratılmış olan her bir şeyle, insanın ağlına olan her bir şeyle ki bütün bunlar Allah'ın var olduğunu ve Allah tarafından yaratıldığını sübut edir, ortaya koyur. Necə ola bilər ki, bir yumurtanın sarısına baxaraq deyib hüküm veririk ki, mütləq öncə toyuq olmalıdır ki, sonra yumurta olsun. Əlbəttə ki, haşa Allahla bu toyuq arasında qiyas etməkdə. Lakin bu bir, yəni
düşüncedir, bir fikirdir. Necə ola bilər ki, yumurta ile yumurta hakkında ilim bunu ispat edir. Lakin bu boyda kainata geldikdə isə insan ağlının hələ də indiyənə qədər də və qiyamət gününə qədər də çözəmədiyi şeylər olduğu halda ve çözemeyeceği şeyler olduğu halda insan ağlını aciz koyan yani e, yani deliller olduğu halda necə ola bilər deyərik ki, bu kainat öz başına yaranıb. Necə deyə bilərik ki, bu kainatı yaradan bir ilahi qüvvə yoxdur. Allah yoxdur. Bu kainat öz-özünə yaranıb. İnsan öz-özünə yaranıb. Yaxud da meymundan əmələ gəlib, yaxud təkavül nəzəriyyəsinə əsasən insan var olub və s. və ilaxır. Yəni biz bu qədər mi düşüncəsizük ki, yumurtanın var olması için toyuğun önce var olmasını ispat edirik ve bunu qəbul edirik. Ama gəlirik bu boyda kainata baxırıq ve kainatta dərk etmediğimiz yerler, o yerleri, göyleri, o yerlerin, göylerin içindekileri, birçok şeyleri dərk etmediğimiz halda ve dərk edebilmeyeceğimiz halda deyirik ki, bu kainat öz-özünə var olub. Eğer bu kainat öz-özünə var olubsa, niye göre bu yumurta da öz-özünə var olmayıb? Hansının yaratılışı daha büyüktü? Yumurtanın mı? Ya var olması yaratılışı daha insanın ağlını heyran eden bir şeydi. Yoksa bu kainat göğüyle, yeriyle, göğün yerin arasında olan her bir şey ile insanın ağlını daha heyran edir. Böyle bir yerde Allah Azze ve Celle, böyle bir insanlar için Allah Azze ve Celle Kalem suresi 68. ayetinde diyor ki Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ma lekum keyfe tahkumun. Ey kafirler! Ey kafirler size ne olup? Size ne olup? Nece muhakeme yürüdürsünüz? Allah Azze ve Celle buyurur. Em lekum kitabun fihi tedrusun. Yoksa ki sizde Allah'tan nazil olmuş bir kitabınız mı vardır ki siz öğrendiklerinizi oradan öğrenirsiniz, oradan okuyorsunuz. Yine aslında bu inkar edici bir sualdı. Allah Teala bu ayet ile inkar edir ki yani benim tarafımdan sizin için nazil ettiğim bir kitap olabilmez ki. Olabilmez, mümkün değil. Ben size böyle bir kitap nazil etmemişim ki siz cefengiyatlar danışasınız. Esassız şeyler ile üstesiz, boş şeyler danışasınız. Em lekum kitabun fihi tedrusun. Yoksa Allah katından, Allah tarafından size nazil olmuş bir kitabınız mı vardır ki öğrendiklerinizi oradan öğrenirsiniz, okuduklarınızı oradan okuyorsunuz? Elbette ki hayır. Elbette ki hayır. Allah Azze ve Celle bizleri eşidip, faydalanıp, başkalarına fayda verenlerden etsin. Allah Azze ve Celle bizleri iman, İslam, şeref, leyakat üzerine yaşadıp, iman, İslam, şeref, leyakat üzerine canımızı alsın. Amin ya Rabbel Alemin. Velhamdülillahi Rabbil Alemin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.